KS Motovlog bu günlər isə hamıya maraqlı olan R15 M incələyəcək. Ölkəmizdə son günlərdə dəb olan və sevilən R15 M-in texniki göstəricilərindən başlayaq. Mosketimiz 155 kub santimetr həcmində 18 at gücü və 14 Nm tork hasil eləyir. 6 pilləli sürətlə qutusu mövcuddur. Lor dildə desək 6 skorus qabağa. Mosketimizdə Baybre əyləc bəndlərindən istifadə olunub. Həmçinin amortisatlarımız da Kayaba markasındandır. Ön və arxada standart olaraq ABS gəlir. Bu da çox yaxşı bir şeydir. Nəyə görə? Çünki 155 kub mosketdir və təzə başlayanlar üçün ideal seçimdir. ABS-in olmağı da sizə təhlükəsizlik cəhətdən çox yaxşı kömək eləyəcək. Ön təkərlərimizin ölçüsündən də başlayaq. Ön təkərlərimizin ölçüsü 180-17-dir. Arxa təkərlərimizin ölçüsü isə 140-80-17. Mosketin təkərləri barədə bir dənə qısa məlumat vermək istəyirəm sizə. Əgər bu mosketi almısınızsa və yaxud da almağı fikirləşirsinizsə, məsləhət görürəm ki, təkərləri dəyişəsiniz, çünki təkərləri konkret zayıdır. Yəni, məsləhət görmürəm bu təkərlə sürməyi. Yüngül hava biraz yağışlı olanda, yer biraz yaş olanda hiss edirsiniz ki, mosket arxasını və ya qabaq hissəsini sürüşdürməyə meyillidir. Qabağı harada hiss edirsiniz? Tormuz verəndə, dediyim ki, mosketdə ABS mövcuddur. ABS bilirsiniz ki, tormuz məsafəsini az da olsa uzadır. Və yağış yağanda da bu təkərlərlə ekstra uzanır. Bu arada qeyd eləmədən keçməyim ki, mosketimiz tək silindirdir, 4 klapan. Bu da nəyə gətirib çıxardır? Tək silindir olmağa təzə başlayanlar üçün yaxşıdır. Yəni 155 kub mosketdən onsuz da 2 silindir, 4 silindir gözləmirik. Amma ki, tək silindir olmağın mənfi cəhəti odur ki, biraz titreşimimiz var. İndi təbii ki, rəqiblərinə müqayisədə biraz azı titreşimi. Məsələn, bunun rəqibləri hansı ola bilər? CF Moto'nun 250 SR-ı ola bilər, Bajaj RS200, NS200 və yaxud da CF Moto'nun 250 NK-sı, 300 SR-ı, 300 NK-sı. Rəqib dediyim, kub söhbət eləmirəm. Ola bilər ki, sürətdə onlar daha üstün ola bilər. Sadəcə tək silindir olaraq müqayisə edirəm ki, yəni titreşim olaraq istərsiniz tək silindirləri bir-birlərinə müqayisə eləmək lazımdır. O da ki, baxır rəqiblərinin performansına. Məsələn, CF Moto'da misal olaraq deyirəm ki, CF Moto'da ola bilər ki, biraz titreşim çox olsun, bunda biraz az olsun və s. və ilə axır. Uşaqlar, mosketimizin ayaqlıqlarında gördüyünüz kimi rezindən istifadə olunmayıb, həm sürücü tərəfdə, həm də ki, sərnişin tərəfdə. Bu, sport mosket olduğuna görə, super sport kateqoriyasına daxil olduğuna görə təbii ki, rezin ayaqlıq gözləmirik, amma olmağı məncə daha yaxşı olardı. Nəyə görə? Dediyim kimi bayaqları, tək silindir olduğuna görə mosket. İstərsəmə titreşim var. Ayaqlıq da rezin olanda o titreşimi daha az hiss edirsiniz. Amma yenə də tipi super sport olduğuna görə, o kateqoriyaya daxil olduğuna görə məcbur belə qoyublar. İndi keçək mosketin oturacaq hissəsindən danışaq. Bu, sürücü oturacağımız orta dərəcədə yumuşaqdır. Şəhərçi sürüşlərdə mən inanmıram ki, sizi narahat edir. Uzun sürüşlərdə biraz yora bilər. Ümumiyyətlə, mosketin oturuş tərzi də biraz sport olduğuna görə oturacaqla bu üst-üstə gələndə bir damcı uzun yolda sizi yora bilər. Amma belə şəhərçi sürüşlərdə mən inanmıram problem yaratsın. Arxa sərnişinin oturacağında isə qabaqdakından, yəni sürücü oturacağından biraz bərkdir. Amma dediyim kimi, şəhərçi sürüşlərdə yenə bu da narahat eləməz. Amma uzun yolda arxa sərnişin biraz narazılıq eləyə bilər, biraz aravız dəyə bilər. Onu indidən sizə xəbərdarlıq eləyim. İndi isə mosketin sizə bagaj hissəsini görsədək. Gördüyünüz kimi bagaj hissəmiz də belədir. Qeyd edeyim ki, içəridə 2 ədəd tibbi yardım, ilk tibbi yardım kiti olur. Mən onları çıxartmışam ki, əlavə içində bir nəsə lazım olanda bir şey, sənəd qabı və yaxud da əski falan içində qoymaq olsun. Belə xırda əski, nə bilim, sənəd qabızat qoymaq olar. Yəni, çox belə geniş yer gözləmin. Yəni, moped bagaj kimi deyil. İndi sizə deyim, yəni, onu həvəslənib deməyin ki, bəs sport mosketin bagajı böyük olur, böyük olmur. Sport mosketlərin çoxunda 90%-də bagaj həcmi maksimum bu qədər olur. Bu gördüyünüz model R15M Carbon Edition gedir. R15M-lə sadə R15-lərin belə cüzi fərqləri var. Onları sizə izah eləmək istəyirəm. Ən birinci nüans rəng fərqləridir. Yəni, vizual olaraq görəndə birinci rəngindən ayırd edə bilirsiniz ki, bu R15V4-dür ya da M-dir. R15V4-ün düz rənglər seçimi olur əsasən. M-lərin isə 3 cürə seçimi var. Biri bu gördüyünüz Carbon Edition-dır. Biri sadə M-dir, R15M gedir. Onu da bundan indi fərqini sizə eləyəcəm. Bir də Monster. R15V4-də qırmızı, göy, ağ və səhv eləmirəmsə boz rəng gəlməlidir. M-də isə dediyim kimi 3 dənə rəng gəlir. M Carbon, sadə M və Monster Edition. Monster Edition bu arada qeyd edeyim ki, hal-hazırda satılmır, satışdan dayandırılıb. Budur və sadə M-dir. Deməli, fərqləri nələrdir? Birinci, texniki göstəricilərindən danışım ki, texniki göstərici olaraq M-lə V4-ü ayıran 2 əsas nüans var. Bir quick shifter'ın olmağıdır, bir də ki, rəngli TFT ekrandır. Onları da birazdan keçib danışacağıq. Bir də ki, rəng fərqləri var. Yəni, başqa belə üstün cəhəti yoxdur. Belə xırda nüanslar, məsələn, oturacaq gördüyünüz kimi belə karbon işləmə
görüntüsü verməyə çalışıblar. Həmçinin burada R15M yazısı var tikişlərinə. Bakda belə nişanımız var, işarəmiz var, R15M yazılıb üstündə. Əlavə olaraq heç nə. Yəni R15 V4 ilə M-i ayıran tək nüanslar bunlardır. Bayaqlarda qeyd etdiyim kimi mosketimizdə quick shifter mövcuddur. Yalnız bir nüans var ki, quick shifter ancaq yuxarı mövcuddur. O da ki, bu segmentdə, bu qiymətə olan mosketdə, yəni onsuz bunu gözləyirdik. R7-də belə hətta bəzi xüsusi buraxılış olmayanlarında da yəni quick shifter gəlmir. Onlar belə xüsusi sifarişlə gəlir, yəni üstündə əlavə almalısınız. Bunda amma stok olaraq M-də quick shifter gəlir və ancaq yuxarıdır. Bu da nə işə yarayır? Yəni sürətləmələr zamanı sürətlər qutusunu yuxarı keçirdiyimiz zaman muftaya əlimizə atmağımıza ehtiyac yoxdur. Yəni muftasız skor keçidə bilərik. Bu da qəşəng həzz verici bir şeydir. Yəni bu qiymətdə olan mosketdə yəni olmağı daha yaxşıdır. Bəzən bunun rəqiblərinə baxdığımız zaman, bəzi rəqiblərinə baxdığımız zaman quick shifter görmürük. Yəni bunda olmağı çox sevindirici bir haldır. İndi isə mosketin sürətlər göstəricisində göstərmək istəyirəm açılış ekranını. Belə qısa açılışını göstərdim, detallarından birazdan danışacağıq. Qeyd edirəm ki, mosketimizin bakının həcmi, yəni çəninin həcmi 11 litrdir və 95 plus oktanla işləyir. Yəni 95-98 oktan tökməyimiz məsləhət görülür. 92 oktan çox da məsləhət görülmür. Nəyə görə? Klapanlarına ziyandır. Çünki motosikletimiz 12.000 aborot çevirir. 12.000 aborot çevirən bir nəqliyyat vasitəsində 92 oktanlı benzin tökmək məsləhət görülmür. Yəni dediyim kimi klapanlarımıza ziyandır, sonradan xərcimiz çox olacaq. Qeyd edirəm ki, motosikletimizin benzin sərfiyyatı da 100-ə ortalama normal, səliqəli, sakit sürüşlə 2 litr, 3 litr arası, biraz qovanda isə 4 litrə qədər çıxa bilər. Yəni ondan o tərəfə qalxmağını gözləməyin. İndi əlcəyimizi çıxardaq ki, sizə knopkaların hamısını monitoru tam formada başa salam göstərim. A few moments later. Bu gördüyünüz pribordur. Sol tərəfdə idarə etmə düymələri var. Burada avarenni, burada uzun, qısa və miqat. Burada pavorotnik, altda da siqnalımız var. Burada kill switch. Burada da işə salma düyməmiz var. Deməli, düymələrdən sizə biraz izah verim. Bunları onsuz da bilirsiniz, avareninin uzun qısa. Bu 4 düymənin nə olduğunu təbii ki, sizə maraqlı gələcək soruşacaqsınız. Bu 4 düymə nə işə yarayır? Bizim monitorumuz rəngli TFT ekrandır. Həmçinin Bluetooth dəstəkləyir. Telefon vasitəsilə monitora qoşulursunuz və bir çox məlumatı orada görə bilirsiniz. Bu məlumatlar nələrdir? Bu home düyməsini basandan sonra menyuya daxil oluruq. Yuxarıda gördüyünüz kimi menyu seçimimiz var. Menyuda burada display settings, yəni ekranın ayarlarını daxil olaq, işığını, rəngini, ekran kağızını və s. düzəliş edə bilirik. Həmçinin burada tur sayacı var, onu başladıb dayandıra bilirik. Həmçinin traction control. Bundan da bəhs eləməmişdimsə, mosketimizdə traction control da var. Traction control da nə işə yarayır? Sürüşməyə nəzarət sistemidir. O da ki, təzə başlayanlar üçün yaxşı bir şeydir. Yağışlı havalarda, sürüşkən yerdə sürüşməyə gözəl şəkildə nəzarət eləyir. Bunu həmçinin söndürüb yandırmaqda olur. Burada sistem settings var. Gördüyünüz kimi saat, istifadəçi adı və istifadəçi nömrəsi kimi ayarlarımız var. Bunları dəyişə bilirik və ya sıfırlaya bilirik. Ondan başqa da shift indicator var. Bu nədir? Deməli, motosikletimiz redline vuranda, yəni 12.000 aborot çevirir. Burada gördüyünüz kimi 5 dənə, bilmirəm kamerada nə dərəcədə düşür, Zaur yəqin ki, onu yaxşı çəkib sizə görsədər. Orada işıqlar yanır. İndi birazdan səsini göstərən motosikletin redline vuraram, siz üstünə baxarsınız. Orada işıqlar yanır. Bunları özümüzə görə ayarlaya bilirik. Məsələn, 10.000 RPM-də başlasın, 12.000 RPM-də işıqlar hamısı tam yanıb sönsün. Sonra burada mahnı hissəsi var, naviqasiya var, bildirişlər və hava temperaturu kimi məlumatlar var. Naviqasiya deyim ki, bizim ölkə dəstəkləmir. Bildirişləri amma görə bilirsiniz. Həmçinin də ki, Bluetooth da dediyim kimi qoşulduğumuz zaman mahnını buradan idarə edə bilirik, dəyişə bilirik, kodunu azaldıb verə bilirik. Yəni əlimizi bir də interkoma atmağa ehtiyac yoxdur. Bu da çox gözəl bir nüansdır. Deməli, başqa da ki, bildirişləri dedik. Həmçinin zəng gələndə buradan qəbul edə bilirsiniz və ya ad boyu da edə bilirsiniz. Həm də ki, zəng girən adamın adı da görsənir. Bu da çox qəşəng bir nüansdır. Başqa belə priborda nə məlumatlarımız var? Sol tərəfdə və sağ tərəfdə bildiriş işıqlarımız var. ABS-in, traction controlun, injektorun işığı. Burada neytralın işığı var. Priborun özündə nələr var? Burada skorusumuzu göstərir. Burada quick shifter'ın aktiv olub olmadığını, burada traction controlun aktiv olub olmadığını, burada saat, burada taxometrimiz, burada sürətimiz, burada benzin göstərgəmiz, burada temperatur və digər məlumatlar. Burada da adi normal probegimiz və trip 1, trip 2 kimi məlumatları göstərir. Burada nələr var? Anlıq benzin sərfiyyatı, ortalama benzin sərfiyyatı, ortalama sürət. Konuş artık. Akkumulyatorun vəziyyətini göstərir. Burada da mosketimizin temperaturunu göstərir. Bu da ki, yenə heç nə, eyni yerə qayıdır. İndi sizin üçün mosketimizi xodlayaq, işə salaq və səsini biraz göstərmək istəyirəm. Bu ne biçim bir hareket lan? Bu ne biçim bir... Sizə.
Quşterimiz qeyd edeyim ki, stokdur. Həmçinin katalizator da mövcuddur orta hissədə. Hal-hazırda indi motor biraz soyuqdur. Bir ancaq qızsın. Ondan sonra sizə qaz verib göstərəcəm. Bu da yerində işlədiyi zaman olan səsidir. Belə tox, qəşəng səsi var. Standart tək silindir səsidir. Bir ancaq siz üçün qaz verim. Deməli, indi mosketdə oturuş pozasından danışaq sizə. Bu mosket sport mosket olduğuna görə oturuş pozası gördüyünüz kimi belə formadadır. Deməli, Zaur bəyin boyu 1.77-dir və oturanda ayaqları yerə demək olar ki, tam çatır. Zaur, bir də ayaqları yerə qoy, zəhmət olmasa. Gördüyünüz kimi ayaqları tam yerə çatır. İndi bir də əlləri zəhmət olmasa, gidana qoy. Oturuş pozası da belədir. Yəni standart sport oturuşluq tərzi var. Kliponları çox aşağıda deyil. Sizi dəhşət dərəcədə yormaz. Uzun yolda dediyim kimi bayaq yorar. Amma belə şəhərisi üçün görünüş olaraq çox qəşəngdir. İndi isə nəticəyə gələk. KS Motovlog olaraq buna bir qiymət verək. Bu mənim öz şəxsi mosketimdir. Amma yenə də sizə nə var yox dürüst olaraq bütün xüsusiyyətlərini, bütün texnik göstəricilərini hamısını bir-bir çatdırmağa çalışdım. Zar, nə edirsən? Tamam. Deməli, mosketimizin qiymətini qeyd edeyim ki, qiyməti hal-hazırda R15M üçün nəzərdə tutulan qiyməti deyirəm, 7500 manatdır. Və mosketin qeydiyyata alınması ilə bir yerdə üstə 400 manat əlavə pul da gəlir. Onunla bir yerdə arası 8000-ə yuvarlıq hesabla 8000-ə gəlib sizə oturacaq. 8000-ə almağa dəyərmi, dəyməzmi? Bu sizin əslində öz şəxsi fikrinizdir. Yəni 8000 manat pulunuz varsa, alternativ başqa bir şey də ala bilərsiniz. İli köhnə, yuxarı kub mosket də ala bilərsiniz və yaxud da Gelin siyah alın, bunun başını bırakın. Hesap 250 ancaq. Dediyim kimi, yəni alternativlər də var. Zarun dediyi kimi, CF 250 ala bilərsiniz. Bajaj RS, NS, onların da hamısı inşallah incələməsi gələcək. Onları da ala bilərsiniz. İndi baxırsınız öz seçiminizə. Belə qiymətləndirmə olaraq 10 üstündən mən bu R15-ə qiymətim 6-dır. O da ki, mənfi cəhətləri, müsbət cəhətləri hamısı bir yerdə üst-üstə gələndə ortalama maksimum 6 qiymət çıxarmaq olur. Nəyə görə? Çünki qiyməti bahadır. Mənim öz mosketim olsa da mən bu mənfi cəhətini deyirəm. Məsələn, titreşim var, qiyməti bahadır. Elə deyəsən ancaq bunlardır, başqa heç nə yoxdur. Həqiqətən baxanda yəni, başqa mənfi cəhəti yoxdur. Prosta qiyməti bahadır, o da ki, yəni mosketin 90%-ni təşkil edən şey qiymətdir. Çünki mosketi almamışdan əvvəl birinci əlimizdə pulu hazırlayırıq, sonra gedirik almağa. 8000 bir mosket üçün dəyər, amma 155 kub mosket üçün dəyərmi, dəyməzmi, ona görə özünüz qərar verərsiniz. Başqa ümid edirəm ki, demədiyim, yaddan çıxartmadığım bir şey qalmadı. Heç nə, hələlik sağ olun. Gələn videolarda inşallah görüşənədək. Başqa istədiyiniz bir incələmə mosketi varsa yorumlarda yazın, kanala da abunə olmağı unutmayın.